Ondan sonra buyurur, eşitməmsən ki, Allah buyurur, vəstəinu bis sabri və salah, namaz və səbirdən kömək alın. Bütün dərdlərin dərmanı namazdır. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamdan soruşdu, ağa, Allaha bizi yaxınlaşdıran ən üstün əməl hansıdır? İmam Sadiq buyurdu ki, ma a'lamu şey'en ba'de ma'rifetih əfzəl min hazihis salah. Buyurdu, Allahı tanımaqdan, əhl-i beyti, peyğəmbəri, yəni mərifətdən sonra namazdan üstün əməl tanımıram. Əmələ çatdısa namazdan daha üstününü tanımıram. Bir hədisdə deyəcəm, sözümü yekunlaşdıracağım. Ondan qabaq bir qayda demək istəyirəm ki, bu qaydanı bilirsiniz özünüz, xatırlatmaq istəyirəm. Bu qayda budur ki, harda gördünüz ki, şeytan sizi çox vəsvəsə eləyir. Harda görürüz ki, şeytan çox əl-ayaq atır, çox təlaşdadır ki, sizi vəsvəsə eləsin. Bilin ki, o əməl elə əməldir ki, sizi Allaha çox tez yaxınlaşdırır. Şeytan orada daha həssasdır. Harda gördünüz ki, yapışır qoymur eləməyə, bilin ki, orada nəsə bir xeyir var. Bu bir qaydadır. Bu qaydanı bizə ağıl və peyğəmbərlər öyrədib. Məsələn, hədis var, biri əlini cibinə atır birinə kömək eləməyə, 70 şeytan sallanır əlinə. Məcazi, yəni qoymur onu eləməyə. Çünki infaq çox üstün əməldir. Xoş o kişilərin halına, o insanların halına ki, qazanır, sərvətindən Allah yolunda xərcləyir. Bunlar Allah yolunda cihad edən insanlar kimidir. Bunların məqamı qiyamətdə bilinəcək. Malını haqq yolunda sərf edən insanlar. Bunlar xüsusi məqama sahibdirlər. Peyğəmbərlərin boynuna minnət qoyublar. Çünki o peyğəmbərlərin dininə sərf eləyiblər. Orada görsən şeytan imkan vermir. 100 dənə şey salır yadına, 100 dənə söz deyir, bəhanə gətirir, qoymur onu eləməyə. Gecə namazına baxın. İmam Həsən Əskər əleyhissalam buyurur ki, Allaha gedən yol elə bir yoldur ki, gecə miniyinə minmədən məqsədə çatmaq olmaz. Mümkün deyil. İndi gəl o 11 rükətin, 2 rükətin qıla bilirsən, gör nə qədər qoymur səni ki, durub onu qılasan. Şeytan o yerlərdə təlaş edir ki, bizim ən çox xeyrimiz ondadır və İmam Zamandan bu hədisi deyim. Buyurur ki, namaz qədər heç bir əməl şeytanın burnunu yerə sürtmür. Boksa baxırsınız, mən yəqin siz bilərsiniz də bəziləriniz onun qaydalarını. Mən bildiyimə görə, məsələn, bir zərbə vurub rəqibdən xal qazanırlar da, məsələn, o vurur, bu vurur, vurmaqla xal qazanırlar. Amma bir məqamı olur ki, bir dənə zərbə vurur, rəqib yıxılır yerə, bu qalib olur. Ona nə deyirlər? O knockout vəziyyətinə salır rəqibi. İmam Zamanın bu hədisinin mən məcazi yox, birbaşa mənada tərcümə eləmək istəyirəm. Sözün həqiqi mənasında buna bənzəyir. Buyurur ki, namaz bir dənə zərbədir ki, onu sirkələyir və zəiflədir. Namaz onun burnunu buyurur yerə sürtür. Zillətə düşür mömin namaz qılanda. Namazlarını vaxtında qılanda.